Dostlar, yox, bu kadrlar AI ilə hazırlanmayıb. Montaj da deyil. Gördüyünüz bu robot öz yaradıcısını, şirkətinin CEO'sunu bir təpiklə sözün əsl mənasında uçurur. Bu il CSS tədbirində texnologiya yox, əsl şou var idi. Biz də innovasiya və süni intellekt tərəfdaşımız olan Baxeli ilə Las Vegasın ən səs-küylü, ən partladan texnologiyalarını seçdik. Elə birinci, gəlin bu əsəbi dostumuzla başlayaq. Bayaq gördüyünüz o sərt zərbənin müəllifi Engine AI şirkətinin T800 humanoid robotudur. Boyu 1.73 metr, çəkisi 75 kiloqram olsa da, sənaye və logistika sahəsində ən ağır işlərin öhdəsindən gəlmək üçün hazırlanıb. İnsana bənzər çevik hərəkətləri ilə o artıq sadəcə laboratoriya eksperimenti yox, artıq real işçidir. Kompüter bazarında isə notebook anlayışını dəyişən Lenovo Legion Rollable cihazını təqdim edib. Bu konsept notebookda bir toxunuşla ekranı 16 düymdən açaraq 24 düymlük nəhəng bir iş stansiyasına çevirə bilirsiniz. Mobil oyun həvəskarları üçün isə M-Con və 8BDO brendləri telefonları əsl oyun konsoluna çevirir. M-Con maqnitli hissələri ilə, yəni MagSafe ilə telefona yapışaraq tam idarəetmə yaradır. 8BDO isə o köhnə retro hissləri müasir texnologiya ilə birləşdirir. Süni zəkanın fiziki formaya bürünmüş halını isə Razer Project Ava təqdim edib. Bu 5.5 düymlük holoqrafik köməkçi sizinlə ünsiyyət qurur, gününüzü planlayır və oyun zamanı strateji dəstək verir. O sadəcə bir proqram deyil, masanızın üzərində yaşayan rəqəmsal dostunuzdur. Avtomobil sektorunda Hyundai'nin təqdim etdiyi avtonom parking robotları diqqət mərkəzindədir. Bu balaca nəhənglər 3 tondan ağır maşınları belə qaldırıb daşıya bilir və dar məkanlarda parking problemini kökündən həll edir. Gəlin sonda isə mətbəxi gələcəyə gətirəcək C2 Ultrasonic'in ultrasəs bıçağına diqqət yetirək. Səs dalğalarının vibrasiyası ilə işləyən bu alət ən yumşaq məhsulları belə heç bir güc tətbiq etmədən cərrah dəqiqliyi ilə kəsməyə imkan verir. Bəs sizin diqqətinizi ən çox hansı texnoloji yenilik çəkdi? Şərhlərdə qeyd etməyi unutmayın. Növbəti videolarda görüşmək ümidi ilə. Sağ olun və salamat qalın.